Proqram fraqmentinin icrası nəticəsində hansı ifadənin qiyməti hesablanır? Baxaq, əvvəlcə bir n ədədi daxil edib, daha sonra 3 dənə dəyişən təyin edib. K və i-ni buradan yazaq. 1, 1. S-i də aşağıdan yazaq. Çünki S-də yəni mürəkkəb bir ifadə var, onu aşağıda ayrıca hesablayacaq. Və dövrü başladaq. Dövrdən şərti nədir? I n-dən kiçik və bərabər olduğu müddətcə dövr işə düşsün və i-yə də burada bir dəyişiklik verir. I-nin hər qiymətini bir vahid artırır. Məsələn, 1 idisə 2 olacaq, 3 olacaq, 4, 5, 6 belə gedəcək. Ta ki n-dən böyük olana qədər. Yəni mən burada nə etmişəm? 1-dən n-ə qədər bir ardıcıllıq yazmışam. N-in özünü də ora daxil etmişəm. Nəyə görə? Çünki baxın, bərabər olduğu halda bizə nəzərə alınır. Formada bir dövr yaratmışam. İndi n-i fərz eləyək hansısa bir ədəddir. 5 olsun, 10 olsun, fərq eləməz. Dövrü başladaq. I həmin n-dən kiçik olduğu müddətcə dövrü başladaq. Və baxaq, s nəyə bərabər olur bu halda? K vurulsun, yəni s üstə gəlsin, yəni 0-ın üzərinə gələcəm. K vurulsun, yəni 1 vurulsun, i vurulsun, i plus 1, yəni ki 2. Bunu ümumən yazsam s-in qiyməti nəyə bərabər olur? 1 vur 2-yə. Daha sonra nə eləmişəm? I-nin qiymətini bir vahid artırmışam, 2 eləmişəm. K-nın da bir qiymətini mənfiyə çevirmişəm, mənfi 1 eləmişəm. İndi bu səfər yenə dövrün əvvəlinə gəlirəm. Şərti ödənir. Çünki n-i biz böyük bir ədəd götürdük. Nə etdik? 2-ni də ondan kiçik götürürük də istər-istəməz. Ona görə nə etdik? Gəldik, s-in üzərinə gəlirik. Üstə gəlsin. Mənfi 1 vurulsun. Yəni k-nın yerinə mənfi 1-i qoyduq. Vurulsun. I, yəni ki 2. Vurulsun 2 üstə gəl 1. Yəni ki 3. Mən bunu ümumi yazsam, bu formaya salacağım. 2 vurulsun 3. Və burada mənfi də var idi k-da. Ona görə nə edirəm? Müsbət də mənfiyə çevrilir. Olur. 1 vur 2 çıxılsın. 2 vur 3. Növbəti addıma geçsəm, növbəti addıma getmədən əvvəl i-nin qiymətini artıraq 3 edək. K-nın da qiymətini mənfiyə çevirək. Yəni ki, mənfini mənfiyə çevirsək, yəni tərsinə çevirsək nə olur? Olur. Müsbət. Formada çevirdik. Növbəti addıma getdikdə nə olur? Baxıram. S-in üzərinə gəlirəm. K vurulsun, 3 vurulsun, 4. Yəni ki 3 vur 4. Formada gedir. Bu ta ki gedir. Məsələn, ən sonu gələk deyək ki çatmışıq n-ə. Gəldim çatdım n-ə. K-mız da necə olur? K-mızın da həmişə baxıram. Sən burada 1 nədir bizdə? 1 mənfi 1-in üstü 2-dir deyə bilərik də. Yəni ki i üstə gəl 2-dir. Məsələn, burada mənfi 1. Mənfi 1 nədir? 2 üstə gəl 1. Yəni ki, mənfi 1-in üstü 3. Yəni, hər səfər baxın, i-dən belə bir asıllığı var. Yəni, mənfi 1 üstündə i üstə gəl 1. Bunun eynisini belə də demək olar ki, mənfi 1 k-nı belə bir ədədə çeviririk. Mənfi 1 üstündə n plus 1. Formada yazıram. Daha sonra da k-nı yenə həmin ədədi yazdıqda mənfi 1 üstündə n plus 1. Mənim ən sonuncu həddim bu formada alınır. Üstə gəlinsin. Mənfi 1 üstündə n plus 1 vurulsun n vurulsun n plus 1. Bu formada. Həmin bu yazdığımız ifadədə bizdə A variantına uyğun gəlir ki, cavabımız da elə A variantı olur.